Demək olar ki, bütün azərbaycanlıların ən sevimli bayramıdır Bahar bayramı. Tam olaraq bir ay davam edir. Çox gözəl və fərqli adətləri var. Bahar bayramının ən sevdiyim tərəflərindən biri də odur ki, çoxdan görmədiyimiz dostlarla və qohumlarla görüşüb bayramlaşırıq. Sadəcə hədiyyələşmirik, eyni zamanda xoş əhval-ruhiyyəni, gözəl enerjini də paylaşırıq. Bu il Novruz bayramının özəlliyi Ramazan ayı ilə təsadüf etməyidir. Demək olar ki, bütün ayı oruclu olduq, şükürlər olsun. Bütün bayramı hazırlıqlarını oruclu halda hazırladıq. Düzdür, bu biraz çətin olsa da nəfsimizi tutmaq, amma Ramazan ayında Allah kömək edir hər kəsə. Əsas bayram günləri 19-u, 21-i və 23-ü isə Qədr gecələrinə təsadüf etdi. İlk gecəmi öz evimdə, qalan 2 gecəmi isə qohumlarla birgə əhya saxladıq. Səhərəcən dualar və namazlarla ibadət etdik və bəlkə də ömrümün ən gözəl 3 gecəsini